nə trolleybusda, nə tramvayda, nə avtobusda oturmamışam. Bilirəm ki, oturdum, onsuz da durmalıyam. Amma indi mən o qızları nəzərdə tutmuram. Çünki bu dəqiqə gedib minəcəyəm, pişir götürür məni. Basabas qırğın, sənin kimi cavan qızlar xəcalət çəkirlər. Niyə görə? Ona görə ayaqüstə qalanda. Kişilər yapışırlar belə. Yapışırlar bu qızlara, arvadlara. Ona görə mənə yer verəndə qız, gəlin, mən oturmuram. Ayaqüstə gedirəm, amma heç vaxt oturmuram. Oğlanlar da otururlar, özdə heç veclərinə deyir ki, yaşlı, nə bilim nə. Ona görə qızlar məsələsində mən heç vaxt oturmuram və o kişilər ki, gəlirlər, yekə-yekə, bazvurutlu kişilər otururlar qızların yerinə zorla, mən onları alqışlamıram. Sənin də qızın var. Sənin də qızın gedir, ona da sataşırlar metronun içində. Olmaz, ayıbdır. Ayıbdır. İndi gəlib bu zamanıya çatmışıq.